Sabahınız xeyir uşaqlar. Bugün biz tərəzi məsələlərlə bağlı bir neçə hesablama düzəltdim. 30 suallıq sual düzəltdim. Onları bir izah etmeye çalışacağım sizə. Çox xahiş edirəm diqqətli olasınız. Birinci sualdan başladıq. Baxın, görürsünüz. Dəmir başqa, sink oksid başqa bir maddələrdir. Və hər ikisinin içərisində eyni miqdarda H-xlor var. İkinci qaba neçə qram sink oksid əlavə edim ki, tərəzinin tarazlığı dəyişməsin. Birinci qabda dəmir, üzerine geri H-xlor. Ne alır körpələr? Dəmir xlor 2 plus H2. Bura 1-2 düşür. İkinci qabağa baxaq. Sink oksid plus H-xlor. Buradan ne alır uşaqlar? Sink xlor 2 plus ne alır? H2. Görüyoruz. Birinci qabla ikinci qabın fərqini duyun. Birinci qabda hidrogen ayrıldığını, ikinci qabda ise hidrogen ayrılmadığını görürük. Qabın ağzı açıq olduğuna göre birinci qabın kütləsi uçan hidrogen qədər azalır və yerdə nə varsa o qalır. Məsələn, biz H-xlorların miqdarı eynidir. M qoyaq. Yazaq. 56 qram dəmirdən 2 qram hidrogen uçursa, 14 qram dəmirdən 0,5 qram hidrogen uçur. 14 üstə gələk M. Yəni H-xlora M qoydum. Burada da H-xlora M qoyuram. Fikir verin, çünki eyni kütlədə, eyni moldadılar. Bərabərdə sağ tərəfdə 14 M plus M olmalıdır. Amma 0,5 qram uçur. Deməli, tərəzinin bu gözündən 14 plus M çıxaq 0,5 qram maddə var. Yəni 13,5 plus M qədər maddə mövcuddur. Deməli, digər gözə də mən H-xlorun, digər gözdə də axırda da M plus 13,5 qram maddə olmalıdır. Onun M-i H-xlorundur. Yerdə qalır 13 qram. 13 qram da sink yerdə qalır 13,5 ise yerdə qalır 13,5 qram sink oksid maddə və o da sink oksidin payına düşür. Deməli cavab burada 13,5'dir. Növbəti sualı keçirik. Yenə də gözəl bir məsələdir. İkinci yenə də eyni miqdardan baxırıq. Kalsium plus 2H-xlor. Hər iki reaksiyalar mütləq yazın. Oradan ayrılan gaz varsa onun kütlesini nəzərə alın. Bilin ki, ayrılan gaz zamanı kütle azalır. Suyun azalmasını burada nəzərə almırıq. Biz burada ancaq qazların alınmasını nəzərə alacağıq sizlə. 40 qram kalsiyumdan uşaqlar 2 qram hidrogen uçur. 20 qram kalsiyumdan 1 qram hidrogen uçur. 20 üstə gələk. Yenə də H-xlorların miqdarı eynidir. Eyni qiymət qoyun, M qoyun. Bərabərdir 20 üstə gələk M olduğu halda olmur. 1 qram uçur. Və tərəzinin sol gözü 19 plus M qrama bərabər olur. Deməli, tərəzinin bu gözü 19 plus M-ə bərabər olmalıdır. Mən ora M qədər H-xlorun varsa da nə qədər sink oksid əlavə eləmişəm? 19 qram. Deməli, mənim bura əlavə elədiyim 19 qram sink oksid olmalıdır ki, kütlə dəyişməsin. Keçdik növbəti üçüncü məsələmizə. Üçüncü məsələmizə nə deyilir? Yazırıq. Dəmir üstə gələ H-xlor bu zaman alınır. Dəmir xlor 2 plus H2. Digər tərəfdən də mütləq digər reaksiyanı yazırıq. Dəmir oksid plus dəmir 2 oksid, daha doğrusu dəmir 2 xlorid və suyun alındığını biz müşahidə edirik. Deməli, burada 56 qram dəmirdən 2 qram hidrogen uçduğu halda 28 qram dəmirdən 1 qram hidrogen uçur. Deməli, 56 üstə gələk M, yenə H-xlorların miqdarını eyni miqdardadır, fikir verirsiniz. Burada da eyni miqdardadır. 56 yox, 28 verilir baxı bizə. Burada isə 1 qram uçduğuna görə 27 plus M qalır. Deməli, sağ gözdə də 27 plus M olmalıdır ki, tarazlıq pozulmasın. M H-xlorun miqdarıdırsa, dəmir 2 oksidin kütləsinin 2-yə bərabər olur. Əlbəttə ki, 27-yə. Keçdik növbəti məsələyə. Dördüncü məsələmiz. İçərisində eyni kütlədə olan su var. Yerində yazırıq. Kalsium plus su. Ne alınır buradan? Kalsium OH-dan 2 dəfə alınır. Üzerine gərək hidrogen qazı çıxır. H-gönün qabağına 2 yazırıq. İndi isə yazırıq. Kalsium hidrit. Üzerine gərək su. Kalsium hidritin üzerine su gəlində nə alınır? Kalsium OH-dan 2 dəfə plus H2. Deməli, mən bura yenə də suyun qabağına 2, hidrogen qabağına 2 yazıram. Baxın, sular miqdarı doğrudan da eynidir. 40 qram kalsiyumdan 2 qram hidrogen uçur. 20 qram kalsiyumdan isə 1 qram hidrogen uçduğunu müəyyən edirəm.
Deməli, 20 plus M bərabərdir 20 plus M olduğu halda olmur. Və 1 qram hidrogen uçur. Deməli, tərəzinin bu gözü M plus 19'a bərabərdir. Amma belki məsələlərdə biz buranı 29, 19 plus M-ə bərabər edərdik, amma indi etmirik. Axı buradan eyni zamanda uçan 4 qramda bizim hidrogenimiz var. Yəqin siz bəni anlayabildiniz. Buradan sağ gözdən, sol gözdən 2 qram hidrogen uçduğunu, sağ gözdən isə 4 qram hidrogen uçduğunu müəyyən edirik. Və kütlələr burada bərabərləşmir. Kütlələr burada qəti bərabərləşmir. Gəlin baxalım. Deməli, kalsium hidrojenin kütləsi 42'dir. Uşaqlar, 42'dən 4 qram uçur. Və neçə qram mövcud olur burada? 38 qram. 38 qram sağ gözdə maddə var. Ona görə biz 42 qram kalsium hidrat götürmüşük. Amma bizə lazımdır ki, sağ gözdə 19 qram maddə alsın. M'ləri nəzərə almıram, çünki M sudur. Onda bizə nə qədər kalsium hidrat lazımdır? 21 qram. Deməli, bu gözə 21 qram kalsium hidrat əlavə eləməliyəm ki, tərəzinin gözləri bərabərləşsin. Uşaqlar, hər ikisi də 19-19'a bərabər olsun. Bəs kalsium hidroksidin kütləsi neçə olur? Molu neçə olur? 20 qramdan, baxın, 20 qramdan x mol kalsium hidroksid alınır. 40 qramdan da 1 mol. X də 0,5 mol kalsium hidroksid. Burada 42 qramdan, bax 42 qramdan 1 mol kalsium hidroksid alınır. Bəs 21 qramdan nə qədər alınır? O da 0,5 mol. 0,5 mol, 0,5 mol. Biz bunların cəmini topladığımızda neçəyə bərabər olur? Deməli, davam elədik deməli, növbəti məsələmizə. Növbəti məsələmiz budur. Kalsium karbonat reaksiya girir H-xlorla. Kalsium karbonatın H-xlorla reaksiya girdiyi anda nə əmələ gəlir? Alınır kalsium xlor 2, karbon qazı və su. H-xlorun qabağına 2 yazırıq. Mənim 100 qram maddəmdən, diqqətlə baxarıq, 100 qram maddəmdən mənim ayrılır. Deməli, 22,4 litr hidrogen qazı, karbon qazı, 11,2 litr üçünsə mənə 50 qram kalsium karbonat lazımdır və salam. Deməli, kalsium karbonatının kütləsi 50 qramdır. Onda kalsiumun kütləsi də 50 qramdır. Və yenidən yazırıq kalsium üstəgələ H-xlor. Buradan nə alınır? Kalsium xlor 2 plus nə qazı? Hidrogen qazı. Uşaqlar, 40 qram kalsiumdan 2 qram hidrogen ayrılır. Amma mən burada kalsium neçə qram almışam? İkinci qabda baş verən reaksiyadan ayrılan qazın kütləsini qramla hesablayın. İkinci deməli qabda baş verən reaksiyadan alınan qazın kütləsi. Deməli mənim 2 qram, əgər 40 qramdan 2 qram hidrogen ayrılırsa, 50 qramdan neçə qram hidrogen ayrılır, onu tapmalıyıq. Deməli 100'ü də 2'yə bölünür. Neçə qram edir orada? 2,5 qram edir. Sonra davam elədik. Keçdik növbəti məsələyə, 7-ci məsələyə. Kalsium karbonat parçalanır yenə. Kalsium karbonat nəyə parçalanır? Kalsium karbonat parçalanır yenə kalsium oksid və CO2. Biz bilirik ki, tərəzin iki gözündə də yalnız magnezium oksid qalır. Çünki karbon qazı buradan nə ayırır? Uçur. Ona görə tərəzin bir gözündə qalan maddə ancaq magnezium oksid və kalsium oksiddir. 100 qramdan ayrılır, deməli, nə qədər maddə? 100 qramdan deməli 56 qram kalsium oksid qalır. Yəni bu uçur da, belə yazarıq. Və yaxud da sizə necə əl verir? Bax, elə işləyək də, siz anladığınız kimi işləmək istəyirəm. 44 uçur, belə yazda saxlayaq. 50 qramdan da 22'si uçur. Fikir verin, əldən də 22 çıxan da 28 qram qalır. O qalan 28 qram da kalsium oksiddir. Bu gözə də 28 qram maddə qalmalıdır. Bax, fikir verin. Qalan 28 qram maddə magnezium oksidin kütləsidir. Və nə qədər magnezium karbonat parçalanır bilmirik. 56'ya da 84'dür. X'in cavabı gəldi, elədi 58,8. Növbəti məsələyə keçid aldıq. İndi isə keçdik, deməli 8-ci məsələyə. Əlimizdə 2 dənə tərəzi məsələsi var. Birinci qabda 2 dənə reaksiyamız olacaq. Birincisi alüminium, ikincisi misdir. Və biz bilirik ki, mis natrium OH-la reaksiya girə bilmədiyi halda alüminium natrium OH-la reaksiya rahat girir. Üzərinə gələk su, yəni qələvi metaldır və
Hidrogenin laboratorda alınma reaksiyalarından biri de bura düşür 1-2. Sonra bura 1-2 yazaq, bura 1-2 yazaq, bura 1-2, bura 1-2, burada 1-3. Keçdik növbəti hissəyə. Natrium OH, biraz yaxınlaşdırım. Natrium OH plus H2SO4 tam neytrallaşma işini aparıram. Çünki tam neytrallaşma deyəndə mən çalışdığım qədər çalışıram ki, natrium OH-ların məhlullarını eyniləşdirim. Həm də tərəzi tarazlıqda yaranır. Tam demir də. Amma biz özümüz 2 natrium OH elədim ki, buradan da natrium 2SO4 və su alım. Burada suyun alınması miqdarının azalması ilə müşahidə olunmayacaq. Amma hidrogenin alınması müşahidə ilə nəticələnəcək. Tərəzinin birinci gözündə 54 qram sulfat turşusu var, M qram natrium OH var və son gözdə 54 plus M qədər maddə alınır. Deməli, sağ gözdə də sistem tərəzidə olması üçün 60 qramdan 54 qram qalmalıdır. Yəni 54 qram qalmalıdır. Deməli, 54 qram qalması üçün, 60-dan 54 qram qalması üçün nə qədər suyun uçması bizə vacibdir? 6 qram hidrogenin, suyun yox, hidrogen uçması lazımdır, səhv dedim. Deməli, 6 qramda hidrogen uçması üçün, bura fikir verin, 6 qramda hidrogen uçması üçün bizə 54 qram alüminium lazımdır. Deməli, 60-ın 54-ü alüminiumdursa, yerdə qalan 6 qram da misin payıdır. Bəs misin kütlə payı neçədir? 6-nı bölərəm 60-a, vuraram 100-ə, cavab eləyər. Təbii ki, 10%. Növbəti məsələ. Yenə gözəl bir məsələdir. Yenə də kalsium hidrid. Deməli, hər iki qabda verilmiş maddələr sərf olunması M və X etap. Yəni, burada tərəzi deyil, amma ki, indi nətər deyim sizə, yəni rahat məsələdir də, yəni bu məsələni heç bu qədər incitməyimizə dəymir, amma yenə də işləməliyik. Deməli, 42 qramdan, deməli, hər iki qabda verilmiş maddələr tam sərf olunursa suyu tapar. 42 qram, 36 qram su sərf olunursa, 63 qrama nə qədər su sərf olunur? Bizim məqsədimiz birinci 63 qram olan suya tapaq görək nədir? Aha. 63'ü vur 36'ya böl 42'ye. Cavab neçə qram elədi? 54 qram elədi. İndi gəldik kalsium oksid plus su. Keçdik ikinci məsələmizə. Orada istifadə olunan 54 qram su burada şamil edilir. Və buradan alınır nə? Kalsium OH-dan 2 dəfə bir maddə alınır. Və mənim kalsium oksid məqsədim tapmaqdır. 56'ya 36'dırsa 54 qrama nə qədər kalsium oksiddən istifadə edə bilərəm? 56-nı 54-ə vurun, yəni 1.5 kimi də 36-ya. Cavab gəldi, elədi. Burada X-in kütləsi 84 qram. Deməli, X-in kütləsi 84-dür, M-in kütləsi isə 54-dür. 9-cu məsələ. Tərəzi bərabər olmalıdır, bir-birinə bərabər olmalıdır. 1 molun kütləsi 44-dürsə, 0,5 molun kütləsi X-i cavab neçələdir? 22. Burada 22-dirsə, burada da 22 qram olmalıdır. Mənim bir gözümdə 1 mol hidrogen var, yəni 2 qram var. Ora çəki daşı nə qədər qoyum ki, 22-yə bərabər olsun? Təbii ki, M-in qiyməti də burada 20-ni verir. Əla. Bu da toplu məsələsi çox maraqlı növbəti bir məsələdir. Birinci qabın kütləsi M-dir, ikinci qabın kütləsi birinci qabın kütləsindən 4M qədər çoxdur. Bura müəyyən qədər hidrogen, buraya isə oksigenin miqdarı qədər, qabın miqdarı qədər oksigen əlavə edirik. Və bir müddətdən sonra çəkilər bərabərləşir. X bərabər olur 7M. Deməli, əlavə olunan X 7M imiş. Doğrudan da M var imiş. 4M burada, 4M burada, kütlələr bərabərləşdi. İndi isə mənə deyin görüm, 7M bölürəm 2-yə. Elədi 3.5 bu M hidrogenin molu. Keçdi ikinci oksigenin moluna. 8M bölürəm 32'yə. 1,25 də burada elədi. İndi mənə deyir ki, birinci qabın mol miqdarının, hidrogenin mol miqdarının, oksigen mol miqdarının nə qədər çoxdur? 3,15 bölürəm 1,25'ə. Bir dəqiqə uşaqlar 8'i bölüm 32'yə. 8 32'ye bölüm mən səhv hesablamışam. Bu 0,25'dir. Mən elə bil ki 3,5'i bölürəm 0,25'ə. Arasa səhvliyə biz yol vermədik ki. Əlavə onu getdimdir. İkinci qaba. Uşaqlar ikinci qaba əlavə olunanda 4 deməymiş, üzrü sayın. Ona görə 1,25 də əlavə olunan deyir.
4-də vursaq deməli 4-ü bölürəm 32-yə. 0,1000-də 125 qiymət alınır. Və mən burada 3,5-də bölürəm 0,1000-də 125-ə, cavab 28 eləyir. Deməli birinci qabda əlavə olunan hidrogen miqdarı əlavə olunan oksigen miqdarının 28-ə qədər çoxdur. Növbəti məsələmiz 12-ci məsələdir. Sol tərəfin kütlələrinin cəmi sağa bərabərdir. 1/5 vur 30, üstə gələk 1/5 vur x bərabərdir 3 vuraq 16-ya. Deməli 1/5 30-a vuranda 45, üstə gələk 1/5 x bərabərdir 48-ə. 1/5 x bərabərdir 3x bərabərdir 2-yə. Deməli bura kütləsi 2 qram olan qaz əlavə vermək lazımdır ki, kütlələr bir-birinə bərabərləşsin. Növbəti məsələmiz. Yenə çox əla məsələdir, qəbul məsələsidir. Hər iki qabda bu qədər molekul var. Yəni 1,5 mol maddə var. Yəni 1,5 mol maddə var. Bunu x, bunu y götürək. Zaten bunun da kütləsi opşu 48-ə bərabərdir. Bu ikinci qabın kütləsi deməli 1/5 bərabərdir. Gəlin bir dəqiqə. Deməli 1/5 x üstə gələk 1/5 x plus bağışlayın. Bir dəqiqə. X plus y bərabərdir 1/5 mola. 1/5 mola. 32x üstə gələk 48y də bərabərdir. Deməli, ikinci qabın qazının kütləsi birinci qabda, yəni bu 48-dən 8 qram çoxdur. Deməli, bu iki qazın kütləsi 56-ya bərabərdir. Bərabərdir 56-ya. Sistem tənliyimizi qurduq. Sistem tənliyi quran zamanı deməli, hər iki tərəf 32-yə vuraq və yaxud da əvəz eləməklə hesablamağa çalışacağım. X bərabərdir 1,5 çıxaq y yerinə qoyuram. 32 1,5 çıxaq y üstə gələk 48y bərabərdir 56. Hesablama ilə gəlin yerinə qoyaq burada. Deməli 48 çıxaq 32y üstə gələk 48y bərabərdir 56-ya. Getdi. 48'imiz bərabərdir. Buradan yazıram. 48'imiz üstə gələk. 48'dən 32 çıxanda 16 bərabər y bərabərdir 56. 16y bərabərdir 8-ə. Y-imizə bərabərlədir 0,5-ə. Deməli, y-imin molu 0,5-dirsə, bunu görüşqana yazaq ki, seçilsin. Onda x-imiz də 1 mola bərabərdir. Və sizə bilsə ki, birinci qabda oksigen kütləsi nəyə bərabərdir? 32-yə. Bax, bu qədər. Vəssalam. 0,5 molda ozon kütləsini istədiyinə görə, ozon 0,5 molun kütləsi 24-dür doğrudan da. Doğrudan da 32 ilə 24-də topladıqda 56-ya bərabər olur. Cavab 32. Növbəti məsələmizə keçid aldıq. Çox qəşəng məsələdir bu da. Maddələr tərəziyə əlavə olunduqdan sonra tərəzi pozulur. Pozulmur. Əstağfurullah, pozulmur. Və metal ilkin qarşıda misin kütlə payını tapın. Yenə də biz bilirik ki, alüminium H-xlorla reaksiyaya girdiyi halda diqqətlə gəlin, səliqəli yazaq. Alüminium plus H-xlorla reaksiyaya girir və bu zaman alüminium xlor 3 və hidrogen qazanılır. Əmsallaşdırım 2, 3, 2, 6, 2. İkincini yazıram. Alüminium natrium OH plus H-xlor. Buradan nə alınır əzizlərim? Buradan alınır natrium xlor və əzizlərim. Buradan nə alınır? Su alınır. Burada heç bir azalma müşahidə olunmur. Tərəzin bu gözündə 57 qram natrium OH var. Eyni miqdarda H-xlor var. Görürsünüz. H-xlor məhlulu eyni miqdarda veribdir. Və buradan 57 üstə gələk M qədər maddə alınmalıdır. M qədər maddə alınmalıdır. Amma bu göz də 60 qramdır. Deməli 60 qramdan 57-yə düşmək üçün mənə 3 qram azalma lazımdır. 3 qram azalma da hidrogenə görədir. 6 qram azalmaya görə 54 qram reaksiya giribsə, 3 qram azalmaya görə isə 27 qram alüminium reaksiya girməlidir. 60-ın 27-si alüminium ondursa, yerdə qalan 33-ü də misin payıdır. Bəs misin kütlə payı nədir? 30-u 3-ü böləcəm 60-a vuracam 100-ə. Cavab eləyəcək 55% C bəndi. Növbəti məsələmiz gəldi. Növbəti məsələmiz, bu da çox gözəl bir, maraqlı, həqiqətən də bir məsələdir. Diqqətlə işləməyə çalışacağıq. Deməli, birinci qabı yazırıq. Sink üstə gələk H-xlor.
Aha, alınır sink xlor 2 plus H2. Bura 1-2 yazırıq. İkinci qaba baxırıq. Berilyum plus H xlor. Nə alır uşaqlar? Berilyum xlor 2 plus nə? H2. Demək, hər iki qabda bərabər kütlədə artım baş verərsə. İkisi tap, yəni poz olmasın da içinə. 65 qramdan 2 qram uçdu. 13 qramdan da bizim nə qədərimiz uçar? 0,4 qramımız uçar. Və tərəzimizin bu gözündə 12,6 qram bir maddə qaldı. Yəni qabda 12,6 qram bir maddə qaldı. Deməli, tərəzinin bu gözündə də 12,6 qram bir maddə qalmalıdır da. Bax, buna bir dənə biz fikir verməliyik. Amma maraqlıdır ki, hər ikisindən də, baxın, bu qaz çıxır. İndi baxın, 9-dan 2 çıxdım. Yəni 9 qramın 2 qram azaldı. Neçə qram azalma müşahidə elədiniz? 7 qram azalma müşahidə elədiniz. 7 qram müşahidə elədinizsə, berilim 9 qram idi azalmaya görə. Yəni 7 qram qalan maddəyə görə bağışlayın. 12,6 qram maddənin qalması üçün berilim nə qədər reaksiya girməlidir? Gəlin 9-u vuraq 12,6-ya, onu da bölək biz neçəyə? 7-yə. Cavab gəlib biz eləyəcək neçə? 16,2. Deməli, bu gözə mən 16,2 maddə əlavə eləməliyəm ki, sistem tarazlıqda olsun. Növbəti məsələmizə keçid aldıq. Gözəl məsələdir bu da. İşləməyə deyər, amma bizə bir balaca bir yer lazımdır. Dəqiqə uşaqlar, mən yaxşı, belə bilir. Yəni, yadımıza saxlayaq buradakı bizim nəyimiz var, nəyimiz yox. Deməli, tərəzimizin bu gözündə nə var? Bir gözündə M qram lityum, bir gözündə M qram dəmir var. Eyni qatlıqlı, eyni deməli kütlələrlə reaksiya gedir və bunların kütlələr hamısı eynidir. Bunlara fikir verəcəyik və salam davam elədik. Deməli, birinci yazırıq. Lityum plus H xlor. Lityumun üzərinə H xlor gəldiyimiz anda nə alınır? Lityum xlor 2 plus H2. Bağışlayın, lityum xlor. 2, 2, 2. Əla. İndi yazırıq dəmir plus H xlor. Nə alınır? Dəmir xlor 2 plus H2. Əla. Əla. Deməli, M qram lityumdan, deməli 14 qram lityumdan deməli 2 qram uçub, belə deyək də, M qramdan da X qədər uçub. X bərabərdir M bölək, deməli 7 qram. Deməli, M-dən çıxıram, M bölək 7-ni. Eləyir 6 M bölək 7. Birinci qabda 6 M bölək 7 qədər maddə qalır. Keçdim ikinciyə. 56 qramdan 2 qram uçur. N qramdan da Y qədər uçur, belə yazaq. Y bərabərdir M bölək, yəni bir dəqiqə düzmü dedik? 28 uçur. N-dən də çıxaq, M bölək 28-i. Qabda nə qədər qalır? 27, M bölək 28 qalır. Və hər iki qabın tərəzi pozulmamış. Elə deyək ki, pozulmasın. Görək, M qramdan N qram nə qədər olur ki, tərəzi pozulmuyor. Deməli, burada qalan 6 M bölək 7-ni bərabər edirəm ikinciyə. 27-dən bölüm 28-ə bərabərləşdirirəm. Və buradan görək nə alırıq. Deməli, ixtisar rahat eləyə bilərik, amma qoyun belə eləyək. 168 M də bərabərdir. 27-ni vuracam 7-yə. 189 N-ə. Ay, sağ ol. Hər tərəfi gəlin 2-yə bölək. Əslində, ixtisar da eləyə bilərdik. Neysə. 168-i gəlin sizlə biz bölək 2-yə. 168-i... Gəlin belə danışıq. Çox uzun getdim mən belə. Bir dəqiqə, belə hesablama düzgün deyildi. Əslində, abituriyentin zamanında nəzər alınmalıdır. 6 M vuraq 28 belə yazaq. 27 M vuraq 7. Mən biraz belə işləsəm daha maligə məsləhət olar. Bura 4 düşdü. Belə
Məncə daha məsləhətdir. 24m bərabər olur 27n-ə. Bu da bərabər olur 8m bərabərdir 9n-ə. Deməli, m-in qiyməti 9, n-in qiyməti 8-dir. Deməli, 9, 8. Deməli, mən bura 9, digər tərəfə 8 qram əlavə eləsəm, tarazlıq pozulmayacaq. Hər iki miqdar eyni olacaq. Cavab 8-in 9-a A variantı. Növbəti məsələyə keçid aldıq. Növbəti məsələmiz də çox həqiqətən də gözəl məsələdir. Çalışacağım o məsələni sizlə işləyim. Deməli, əlimizdə nə var? Deməli, əlimizdə var alüminium üzərinə gələ H2SO4 yazıram. Alüminium üzərinə gələ H2SO4. Alüminium üzərinə H2SO4 gələndə nə alınır? Aha, yazırıq. Alüminium üstə gələ H2SO4. Nə alınır buradan? Alüminium 2, SO4-dən 3 dəfə. Üzərinə gələ 3 molekul hidrogen. Bura düşür 3, bura düşür 2, bura düşür 3. Yox, bu qədər. Deməli, 54 qram alüminiumdan 6 qram azalma varsa, bax, belə götürək. Bəs 24 yenə azalmaya baxacaq. 24,3-dən nə qədər azalma var? X qədər. Gəlin baxaq. Deməli, 24,13-ü vururuq 6-ya. Onu da bölürük 54'e 2,7 qram azalma olacaq. Və tərəzin bu gözündə nə qədər maddə qalacaq? 24,3-dən də çıxacağım 2,7-ni. Tərəzinin bu gözündə qalan maddə 21,6 olacaq. Əla. İkinci qaba neçə mol dəmir əlavə etmək lazımdır ki, tərəzidə tarazlıq yenidən yaransın. İkinci qab. Dəmir üzərinə gələ H-xlor. Alınır dəmir xlor 2. Plus nə alınır? H2. Bura 1-2 yazıram. 2 qram dəmirin azalması üçün 56 qram lazımdırsa, 2 qramın azalması üçün, yox, belə yazmayaq da, zaten bilirik ki, burada da azalma müşahidə olunubdur. Deməli, dəmirin özü əslində 56 qramdır. 56-dan 2 qram çıxanda 54 qramı qalır. 54 qramın qalması üçün 56 qram, yəni 1 mol dəmir reaksiyaya girmişdir. Bəs 21,6 qramın alması üçün nə qədər dəmirin reaksiyaya girdiyini müşahidə etmək lazımdır. Biz 21,6-nı böləcəyik 54-ə. Cavab gəlir, burada eləyəcək 0,4. Deməli, mən bura 0,4 mol dəmir əlavə eləməliyəm ki, kütlələr bərabərləşsin. C variantı. Davam elədik növbəti məsələmizə. Növbəti məsələmiz budur ki, X-in və Y-in bir-birinə olan nisbətini, mol nisbətini biz buradan ağarmalıyıq, tapmalıyıq. Rahat məsələyə oxşamır, belə desək. Yəni, biraz abituriyentlər üçün çətin ola bilər, amma biz bunu işləyəcəyik sizdən. Buradan nə alınır? Alüminium 2, SO4-dən 3 dəfə. Üzərinə gələn nə alınır uşaqlar? 3 molekul hidrogen. Bura 1-3, bura 1-2 düşdü. Sonra, deməli, burada X mol dəmir var. Deməli, mənim 2 molumdan tərazlıqda olan birinci qaba alüminium əlavə olunmuşdur. Tərəzidə tarazlıq yaranması üçün ikinci qaba dəmir əlavə olunmuşdur. Hə, mollar bərabərləşməlidir, başa düşdüm. 2 moldan 3 mol hidrogen uzaqlaşırsa, belə adımıza saxlayaq. X moldan da A qədər götürək, A qədər götürək. A da bərabər 1,5x. Bax, belə. 1,5 x. Bax, belə adımıza saxlayaq. Keçdik digər məsələmizin həllinə. Digər tərəfə keçdik. Digər tərəfdə isə bizə nə deyir? Deyir ki, 1,5x. Yəni, belə də saxlaya bilərdir. A bərabərdir 3x bölü 2. Düzdür. İndi yazıq. Dəmir. Üstə ilə H2SO4. Yenə buradan nə alınır uşaqlar? Buradan alınır dəmir SO4 plus H2 alınır. Baxırıq, 1 moldan 1 mol dəmir alınırsa, Y moldan da B qədər götürək. B də burada nəyə bərabərdir? Y-ə. Əla. Deməli, belə çıxır ki, buradan misalların hər ikisindən çıxır ki, mənim birinci misalımdan 1,5x qədər azalmamışlar. X mol qədər də, yəni molu axı artır, X molu 1,5x qədər artır. İkincidən isə Y mol qədər artı müşahidə elədik. İndi isə gəldik nəyə? Və bizə deyir ki, sonda X və Y hansı nisbətdə götürək ki, tarazlıqlar bir-birinə nə olan nə etsin? Bərabərləşsin. Ay sağ olun. Bu tərəzləri bir-birinə bərabərləşdirmək üçün nə almaq lazımdır? Nətər hesablama aparaq ki, ikinci qaba neçə qram dəmir əlavə olunmuşdur?
Deməli 1,5x qədər buradan ayrılıbdır. Deməli y qədər də o birindən ayrılıbdır. Y qədər də o birindən ayrılıbdır. Aha. Deməli tarazlığın yaranması üçün ikinci qaba. Növbəti məsələyə davam elədik, gəldik. Deməli, məsələmiz budur. Alüminium üzərinə gələ H2SO4 nə alınır uşaqlar? Alınır alüminium 2, SO4-dən 3 dəfə, plus-nə 3 molekul hidrogen. Əla. 54 qramdan 6 qram uçur. Amma nə qədər alüminium olduğunu bilmədiyim üçün 27x-dən də deməli A qədər də, yəni hidrogenin molunu bilmirəm. Yəni A qram qədər əmələ gəlir. A bərabərdir 2, 3x qədər hidrogen. 3x qədər hidrogen deməli alınır. Ona görə 27x-dən də biz çıxsaq 3x eləyəcək 24x. Deməli bu qabda 24x maddə qalıb, alınıb. Keçdik digər tərəfə. Digər tərəfdə dəmir üstə gələ H2SO4 alınır nə? Dəmir SO4 plus-nə alınır buradan hidrogen. 56 qramdan 2 qram uçduğuna görə 56x-dən də bunu götürək B qədər. X yox, Y. B də burada bərabərdir 2y-ə. Deməli 56y-dən də 2y çıxanda qabda qalır 54y maddə. Bu gözdə də qalır 54y maddə. Bu qədər. X-in y-ə nisbətini elə hesablayaq ki, tərəzidə tarazlıq yaransın. Deməli 24x-i biz bərabər eləyək 54y-ə. Buradan da deməli x-in y-ə nisbəti nəyə bərabər olar? Yəni 54-ü 24-ə bölsəm 2,25. Deməli bunların bir-birinə nisbəti 2,25-dir. Növbəti məsələyə baxırıq. Deməli, əlimizdə var M-molsu kalsium hidritin üzərinə su gəlirəm. Kalsium hidritin üzərinə su gəldiyim anda alınır kalsium H-dan 2 dəfə. Plus nəmə gəlir hidrogen. Suyun qabağına 2, hidrogen qabağına 2 düşür. Deməli, birinci qaba 2 mol. 1 mol maddə tarazlıq yenidən yaranması üçün ikinci qaba neçə qram kalsium karbid əlavə edeyim. İkinci qabda budur. Kalsium karbidin üzərinə su gəldiyimiz anda, yəni 2 molekula su, kalsium H-dan 2 dəfə üzərinə gələk SK əmələ gəlir. Bax, belə yadımızda saxlayaq. Deməli, bizim 2 mol, 1 molumuzdan, 1 molumuzun neçə qramdır? 42 qramdır. 42 qramımızdan deməli 4 qram hidrogen azalırsa, belə yazaq, elə bil ki, bəs 2 molda 84 qramdır da, 84-dən nə qədər azalma müşahidə olunur? 8 qram. Biz 84-dən 8 qram azalma baş verəndə 84-dən 8 çıxıram. Bir dəqiqə, 84-dən 8 çıxıram, 84-dən də 8 çıxan edir 76. Tərəzinin bu gözündə 76 qram maddə var. Əla. O bu gözündə 76 olmalıdır. 64 reaksiyaya girib 26 qram yoxdur. 64-dən elə bil ki 26 qram yoxdursa 38 qram maddə qalıb. 38 qram maddə qalıbsa 64 qram kalsium karbid alınmalıdır. Amma 76 qram olması üçün isə 128 qram kalsium karbidin olması vacibdir deməlidir. Növbəti məsələmiz. Deməli, kalsium üzərinə gələ H-xlor. Buradan nə alınır? Alınır kalsium xlor 2, plus H2. Ağzı açıq qabda hidrogen uçur, bilirik ki, X moldu bu da. X mol kalsium əlavə olunur, tarazlıq pozulur. Daha sonra tərəzin ikinci gözdən 7,6 qram əlavə olunur. Sink oksid H-xlor gələn zamanı sink xlor 2 və hidrogen alındığını biz burada müşahidə edirik. Deməli, 81,47,6 qram sink oksid əlavə edilir və tarazlıq yenidən bərpa edilir. Əla. Əgər 7,6 qram, deməli, sink oksidin özünün kütləsi neçədir? 81-dir. 81 qrama görə 2 qram uçurum var. 2 qram uçurum varsa da 81-dən 2 çıxanda haradasa bizdə eləyir. Deməli, sink oksid yox. Heç burada azalmamız yoxdur. Bir dəqiqə burada azalmamız yoxdur. Su molekulu ayrılır axı. Biz buna dəymirik. Elə 7,6 qram əlavə ediriksə 7,6 qram üstə gələyim. Bərabərdir 7,6 qram üstə gələk M qədər. Yəni 7,6 qram deməli qabda maddə qalır.
İndiriləməli ki, salda da 7,6 qram maddə mənə gəlsin. Bax, belə bir maraqlı məsələ yarandı. Deməli, 40 qram girəndə 2 qram uçursa, 38 qram qalır. Qabda 38 qram qalması üçün kalsium oksid 1 mol lazımdır. Bəs 7,6 qram alması üçün kalsium oksidin nə qədər olması vacibdir? 0,2 mol. Deməli, kalsium 0,2 mola bərabərdir. Davam elədik. Bu məsələ də bizim toplu məsələmizdir. Çox maraqlı məsələlərimizdən biridir. Məsələ budur ki, deməli, natrium hidrid üzərinə su gəldiyimiz anda hidrogen ayrıldığını müşahidə edirik. 24 qramdan 1 mol 2 qram hidrogen ayrılır, 12 qramdan da 1 qram hidrogen ayrılır. Və tərəzinin bu gözündə 12-dən 1-i çıxsaq, 11 qram maddə alınır. Deməli, tərəzinin bu gözündə də 11 qram maddə alınmalıdır. Maraqlı odur ki, natrium 2-onun üzərinə mən su gəlsəm, buradan natrium OH alınır və mənim burada 11 qram maddəm əmələ gəlir. 11 qram maddəm alınması üçün elə 11 qramda natrium oksidin əlavə olunması gərəkdir A bəndi. Çünki zaten suyun miqdarları da burada eyni idi. Növbəti məsələmiz yenə maqnezium alüminium məsələsidir. 57 qram sudan istifadə olunur. 57 qram su natrium OH-dan istifadə olunanda 57 qram məhlul əmələ gəlir. Bu gözdə də 57 qram məhlul əmələ gəlməlidir. Maraqlıdır ki, 60 verilib. 60-dan 57 çıxmalıyıq. 3 qram biz buradan azalma müşahidə eləməliyik ki, tərəzilər 57-57-yə bərabər olsun. Deməli, 3 qram ayrılan hidrogenin moludur. Çünki alüminium üzərinə gələk natrium OH, üzərinə gələk su. Bax, buradan 2 molekula, 2 molekula, 2 molekula və buradan alınır natrium, alüminium O2, üzərinə gələk 3 molekul hidrogen. Uşaqlar, 6 qram hidrogen ayrılması üçün 54 qram alüminium lazımdır. 3 qramın ayrılması üçün mənə 27 qram alüminium lazımdır. Deməli, alüminium burada 27 qramdır. Maqnezium isə burada 33 qrama bərabərdir. Və məndən maqneziumun kütlə payını istəyirsə 55%, 33-ü də bölərəm 50-yə, vuraram 100-ə, 50-yə yox, bağışlayın, 60-a vuraram 100-ə. Deməli, mənim maqneziumum 33% edər. Cavab 33 55%. Keçdik 24-cü məsələnin həllinə. 24-cü məsələnin həlli budur ki, əlimizdə var CO, bir də əlimizdə var CO2. Deməli, CO oksigində yandır və bu zaman CO2 əmələ gəlir. 2 mol bu, 2 mol bu. Amma CO2 oksigində yanmadığı üçün X qoyuruq. Və deməli, birinci tərəfimizi vururuq X-ə, yəni X-ə vururuq birinci tərəfimizi, ikinci tərəfimizi Y-ə vururuq. Deməli, sonda alınan oksigen miqdarı başdakindən 1,6 dəfə çoxdur. Sonda oksigen miqdarı 4X üstə gələk, axı CO2 olduğu kimi qalır, Y CO2 əmələ gəlir də, buradan biz Y yazaq. Üzərinə gələk 2Y bölək, başdakı oksigenin miqdarı 2X plus 2Y, axı burada da 2X qədər oksigen, Y vuraq 2 qədər də bu var. 1,6-ya bərabərdir. Buradan 1,6-mız vuraq. 2x plus 2y bərabərdir. 4x plus 4y-ə. Bax, beləcə hesablamamızı aparacağıq. Deməli, 4-ü də mürtəzə xaricini çıxarda bilərik. Nəysə, amma 3,2x üstə gələk 3,2y bərabərdir 4x plus 4y götürürüksə 3,2-dən 4-dən 3,2 çıxanda 0 tam buradan yazıram. 0,8x bərabərdir. Deməli, bizim 4-ümüz harda qaldı? 2x plus y. Bu 2y imiş uşaqlar, üzrü sayın. Deyirəm axı. Deməli 3,2y-dən də 2y çıxan, 2-dən də 3,2-ni çıxanda 2-dən də yox, yerdə qalır. 3,2-dən də 3,2-dən də bir dəqiqə 3,2-dir bu. 3,2-dən də 2-ni çıxanda eləyir. Deməli 1,2y. Əla. Əla. İndi gəlin ixtisar eləyən hər iki tərəfi. Hər iki tərəfi ixtisar edirəm 0,4-ə. Onda ixtisar etsəm 2x-in 3y aldım. Deməli x-in 3, y-in isə 2 olduğunu müşahidə elədim. Deməli x 3-dür. Burada isə 2x qədər varsa 6 mol CO-dan söhbət gedir. Burada isə 2-dən söhbət gedir. İlkin qarışıqda CO2-nin mol payını hesablayın. CO2-nin mol payı 2-dir. 2-ni bölərəm ümumi qarışıq 8-ə. Vuraram 100-ə. Cavab gəldi. Burada neçə faiz elədi? 25%. Bu qədər. Növbəti məsələmizdir.
2 mol fermi K3-ün kütləsi 2-ni elə bil vururam 160-a 320 bərabərdir 4x-ə. X-in də kütləsi burada bərabərdir 80-ə. X o bərabərdir 80-ə. X-imiz də burada bərabərdir 64-ə. Söhbət getdi burada nədən? Nisdən. Davam elədik. Açıq qabların birində 0,5 mol kalsium karbid əlavə olunmuşdur. Suların miqdarı eynidir. Digər qabda isə deməli kalimhidrat əlavə edilmişdir. Yazıram. Kalsium karbid 2 mol su və bu zaman alınır. Kalsium OH-dan 2 dəfə üzərinə gələk SK2. Все. Mənim 64 qramdan 26 qram uçursa, yerdə qalır. Aha, uçursa deməli 32 qramdan da 13 qram uçur. Bax belə yadımıza saxlayaq. 32-dən də 13 çıxanda nəyə bərabər olur? Baxaq. 32 çıxaq 13 bərabər olur 19. Deməli mənim bu gözümdə 19 qram maddə var. Keçdim o biri gözə. Kalium hidriti üzərinə su gəlirəm. Alınır kalium OH plus ilə uşaqlar hidrogen. Burada hidrogen uçduğunda müşahidə edirəm. Deməli 24 qram, elə bil ki yox. 7-nin kalium 39 40 qramdır. 40 qramdan 2 qram uçanda 38 qram müşahidə edirəm azalmanı. 38 qram azalmanı müşahidə edirəmsə, mənim 40 qram kalium hidritim əlavə olunur. Bəs 19 qram 2 gözdə də qalması üçün mənim nə qədər kalium hidritim əlavə olunmalıdır? 20 qramım. Və doğru variant B variantı. Növbəti məsələmiz tərəzi bərabər olmalıdır. 0,5-i 34-ə vuranda 17 qram buradadırsa, 17 qramda yox, deməli 32 qram buradadır, 17 qram buradadır, bərabər deyirlər. Mən bura 0,5 mol X hansı maddələri əlavə edim ki, tərəzi tarazlaşsın. 32-dən təbii ki 17-ni çıxıram, edir 15 qram. Deməli 0,5 mol bu maddənin kütləsi 15 olmalıdırsa, 1 mol bu maddələrin kütləsi 30-a bərabər olmalıdır. 30-a bərabər olan 2-dir, bir də 3-dür. Hər ikinin kütləsi 30-dur. Deməli mən bu tərəzinin gözünə SK6-dan 0,5 mol və yaxud da 0,5 mol əlavə eləsəm, gözlər bərabərləşər. Cavab 2 və 3.